Şəxsən mən Malena filminə hər zaman sevə-sevə tamaşa edirəm. Bu filmi mənə sevdirən isə dünya şöhrətli aktrisa Monica Bellucci'dir. Həmin filmdə oynadığı obrazı o qədər möhtəşəm yaradıb ki, məncə onun kimi heç kəs bu rola yaraşmazdı. Bəlkə də yaraşardı. Məsələn, elə götürək bizim aktrisamız Pərvin Əbiyevanı. Qalmaqallar və söz-söhbətlər ətrafında səngiməyən Pərvin Əbiyevanın bu müsahibəsi çox danışılacaq. İtaliya aktrisası Monica Bellucci və Azərbaycanlı aktrisa Pərvin Abiyeva. Sizcə onları nə birləşdirir? Azərbaycanlı aktrisa Firəngiz Mütəllimova və yenə də Pərvin Abiyeva. Az sonra bu suallara Pərvin Abiyeva özü cavab verəcək. Hələlik isə hər zaman odlu-alovlu açıqlamaları gündəm yaradan Pərvin Abiyevanın Lider maqazinə verdiyi özəl müsahibəni sizə təqdim edirik. Aqressivəm, səbirsizəm, amma aqressiyamı toplaya bilirəm yeri gələndə və yerində. Amma bəzi məqamlar və nöqtələr var ki, o nöqtəmə toxunanda nə aqressiyam gözümə görünmür, nə ədəbərkanım gözümə görünmür, nə xanımlığım gözümə görülmür. Həmən insanı, həmən nöqtəyə toxunarsa parçalayaram. Pərvin bəzi modellərin son zamanlar özlərini aktrisa kimi təqdim etmələrinin səbəbini özünə məxsus açıqladı. Yəqin məndən sonra fikirləşirlər ki, qazanc çoxdur, karyeradır, məşhurluq var. Filmə çəkilən model aktrisaların son zamanlar öz geyimləri və qeyri-etik hərəkətləri ilə gündəmə gəlmə məsələsindən Pərvin də danışdı. Oynadıqları roldan da çox şey asılıdır. Yəni, baş rol oynamırlar, oynayırlarsa da yadda qalan rollar deyil və yaxud da sima özü yadda qalan sima deyil. Yəni, ola bilər. Amma modellərin geyimini, yəni modellərin açıq-saçıq geyinməyinə mən pis baxmıram. Pərvindən ünvanlı atmaca. Var amma bəzi modellərimiz ki, birdən-birə atılıb aktrisalıq sənətinə və mən aktrisayam, məndən yoxdur deyən modellərimiz var. Hətta bu sənətdə aktrisalıq sənətini ucaldacaq biri mənəm deyən də var ki, bu onun öz fikridir. Özünü orada görürsən, nə deyə bilərəm? Pərvin, yenə dilini dinc saxlamırsan ha? O nə ilə tutuzdurub, nə ilə demək istəyir ki, mən varam? Geyimləri ilə? Tutuzdura bilməyib. İşte orasını tutuzdura bilmir. Tutuzdura bilməyib, neynəsə də. Valla nə məsələ, mən bugünə kimi necəyəmsə elə olmuşam. Özüm olaraqdan bu yerdəyəm, yəni nəyəm oyam. Və nəhayət Monica Bellucci və Pərvin Abiyeva mövzusu. Əsla özümü o xanımla bir tutmuram. Əsla tutmuram. Çox gözəl xanımdır və mənim idealımdır. Mənə elə gəlir ki, mənim hal-hazırda yaşadığım həyat Monica Bellucci'nin həyatına oxşuyur. Çünki onu da hər zaman xanımlar tərəfindən nifrət qazanıb ömür boyu. Xanımlar hər zaman ona qarşı olublar. Bu hər zaman belə olub və nədənsə özümdə onu görürəm. Başa-baş gedə biləcəyim bir insan yoxdur. Yoxdur aktrisaların içində. Sevdiyim aktrisalar var, amma başa-baş gedim onunla dirəşim, yəni rəqabət aparım, yox. Pərvindən Lider maqazinə edilən etiraf. Firəngiz xanım üçün ürəyim gedir. Oxşarlıq da var. Məsələn, bir vaxtlar o, necə ki, Yaşar Nuri ilə çox yaxın, səmimi dost idilər. Onları hər kəs yanlış anlayırdı, yanlış qələmə verirdi. Eləcə də düşünürəm ki, məndən Kənan əmim